Salamlar. Qarşınızda qapıçıların qətiyyən nifrət etdiyi 19 şey var məsələn. Bu peşəkar qapıçı hətta geyimindən belə şikayət etmişdi. Amma ona keçməzdən əvvəl demək olar ki, bütün qapıçıların ortaq kabusu ilə başlayaq sırılsıqlan bir zəmin. İslaq zəmin və sürüşkən toplar. Çünki zəmin islananda top həddindən artıq sürətlənir və məhz bu anlarda qapıçıların heç istəmədiyi o sadə, amma baha başa gələn səhvlər ortaya çıxır. Bəzən də top qəfildən çimdə ilişir və qapıçı çıxış zamanı tamamilə yanlış vaxt seçimi edir. Amma ən betəri nədir bilirsiniz? Topların həddindən artıq sürüşkən olması və əldən qaçması. Manchester United'in qapıçısı buna görə maraqlı bir üsul tapdı, əlcəklərinə vazelin sürtdü. It fully actually works. It sticks. There's contact. There's like a, I don't know what it is. It's magic. 18. Penalti taktikasının pozulması. Copa America 2024'də Uruguay və Kanada oyununda qapıçı Roche su şüşəsinin üzərinə rəqiblərin penaltini hara vuracağını qeyd etmişdi. Lakin Kanadanın qapıçısı gəlib həmin şüşəni oğurladı və gizlətdi. Roche buna çox əsəbləşdi, hakim isə Kanada qapıçısına sarı kart göstərdi. Yenə də Roche komandasına üçüncülüyü qazandırmağı bacardı. 17. Küləyin xəyanəti. Külək bəzən topu birbaşa qapıçıya geri qaytarır. Danimarka liqasında bir qapıçı topu uzağa vurmaq istədi, amma külək topu geri gətirdi. Qapıçı topu yenidən tutduğu üçün hakim endirekt sərbəst vuruş verdi. Çünki qapıçı qapıdan zərbədən sonra topa ikinci dəfə toxuna bilməz. 16. Pis sıçrayan toplar. Sahədəki oyunçu üçün topun pis sıçraması düzəldilə bilən bir şeydir. Amma qapıçı üçün bu birbaşa qoldur. Martinez möhtəşəm tullanır, amma top qəribə bir şəkildə yön dəyişib qapıya girir. Bəzən hər şeyi doğru etsəniz də bundan qaça bilmirsiniz. 15. Günəş və kölgə. Günəşin göz qamaşdırması tam bir kabusdur. Avro 2020'də Slovakiya qapıçısı Dubravka İspaniya maçında tam günəş və kölgə arasında qaldığı üçün topu görə bilmədi və topu öz qapısına vurdu. 14. Meydançanın bərbad vəziyyəti. Top düzgün yuvarlanmayanda qapıçının altından keçib gedə bilər. Bu vəziyyət sahədəki futbolçuları sıxsa da qapıçını bitirir. 13. Bezdirici penaltilər. Hücumçuların qapıçının hərəkətini gözləyib son anda tərs küncə vurduğu penaltilər ən nifrət edilənidir. Mark Howard bunun ən bezdirici şey olduğunu deyir. 12. Lənətlənmiş toplar. Yəni Cabulani. 2010-cu il Dünya Kubokunun rəsmi topu olan Cabulani'dən bütün qapıçılar nifrət edirdi. Çünki top havada qəribə trayektoriyalar cızır, titrəyir və tarazlığı itirirdi. 11. Knuckleball. Yəni falsosuz şutlar. Havada daim yön dəyişən, sanki titrəyən şutlar qapıçıların qorxulu yuxusudur. Bunu dünyada ən yaxşı edən isim Cristiano Ronaldo'dur. 10. Oyun boyu darıxmaq. Böyük klubun qapıçısı olmaq çətindir. Maç boyu sənə demək olar ki, iş düşmür, amma top bircə dəfə gələndə ən yüksək səviyyədə olmalısan. Qapıçı Bautista darıxdığından dribling etməyə qalxmışdı. Bəzən isə su içərkən qapınızda qol görərsiniz. 9. Pis geri ötürmələr. Müasir futbolda qapıçıdan oyun qurmaq gözlənilir. Amma bəzən elə bərbad geri ötürmələr gəlir ki, qapıçını hövsələdən çıxarır və birbaşa qolla nəticələnir. 8. Burun vuruşu. Hücumçunun ayağını geri çəkmədən qəfildən vurduğu şutlardır. 7. Yeni taktikalar və ehtiyatda qalmaq. Məsələn, Pep Guardiola Manchester City'yə gələndə Joe Hart'ı sadəcə ayağı ilə yaxşı oynamır deyə birbaşa ehtiyat oyuncular skamyasına göndərdi. Bir qapıçı üçün bu ən çətin anlardan biridir. 6. Arxada gizlənib top oğurlayanlar. Qapıçı topu oyuna daxil etmək istəyərkən oyunçunun onun arxasında gizlənib topu salmağa çalışması qapıçıları dəli edir. 5. Penalti öncəsi psixoloji təzyiq. Futbolçuların qapıçının diqqətini dağıtmağa çalışması heç sevilmir. Fabian Barthez buna cavab olaraq kaledən çıxıb gözləyərək rəqibin konsantrasiyasını pozmuş və penaltini xilas etmişdi. 4. Qısa şort və yanıqlar. Gabor Kiray'ın niyə həmişə boz eşofman geyindiyini bilirsiniz. Çünki istidə yerə tullanmaq dərini yandırır. Kiray'ın mən manken deyil, qapıçıyam deyərək özünü belə qoruyurdu. Durucu soyuq. Oyuncular qaçaraq isinə bilər, amma qapıçı qapıda əsim əsir. Soyuq havada hərəkətsiz gözləmək əsl işgəncədir. 2. Barajın atılmaması.
Qapıçı hətta üzü ilə belə topu qaytarmağa hazırkən, qurduğu barajdakı oyunçuların top gələndə tullanmaması və ya qaçması qapıçını qəzəbləndirir. 1. Həmişə günahkar olmaq. As a keeper, you can have an unbelievable game. You can make 6, 7 good saves. But Yeah. if you make one mistake at the end and you lose the game, everyone is pointing at the keeper and say, "Oh, what does the keeper do?" Şərçilərin və azarkeşlərin tək diqqəti səhvlərdədir. Bunu çıxara bilərdimi? Deyə sorğulanır. Qapıçı 90 dəqiqə möcüzələr yaratsa da, bircə səhvdə məğlubiyyətin səbəbkarı odur deyirlər. Oliver Bauman'ın dediyi kimi, artıq televizordan oyun izləmək belə bu diqqət mərkəzində olmaq qorxusuyla maraqsız gəlir. Amma unutmayın, qapıçı olmağın gözəl tərəfi də var. Bəzən bircə qurtarışla bir şəhərin unudulmaz qəhrəmanına çevrilə bilərsiniz. Belə videolar üçün abunə olmağı unutmayın.